Choose the correct statement according to the passage. Mətnə əsasən düzgün variantı seçin. Technofest was first held at Istanbul Airport in 2018. Technofest ilk dəfə İstanbul Hava Limanı'nda 2018-ci ildə keçirildi. Birinci cümləmiz doğrudur, çünki mətnimizin ilk hissəsində bu haqda məlumat qeyd olunmuşdur ki, ilk dəfə İstanbul Hava Limanı'nda sentyabr ayında 2018-ci ildə keçirilmişdir. Daha sonra növbəti cümləmizdə Technofest focuses only on aviation technology. Yalnız aviasiya texnologiyasına diqqət yönəldir. Only olduğu üçün cümləmiz səhvdir. Üçüncüdə the festival involves collaboration with private companies, ministries and etc. Yəni burada tədbirin iştirakçılarından söhbət gedir ki, burada bir çox özəl şirkətlər, nazirliklər və sair birliklərindən təşkil olunur ki, bu da doğru məlumatdır. Mətnimizə əsasən bu məlumat qeyd olunmuşdur. Və biz burada altına xətt çəkdiyimiz hissədə həmin məlumatı görmüş oluruq. Daha sonra dördüncü cümləmizdə isə participants don't receive any support for their projects. İştirakçılar öz layihələrinə görə heç bir dəstək qəbul etmir. Cümlə inkarda olduğu üçün səhvdir, mətndə təsdiqdə qeyd olunmuşdur. Və qeyd etdiyimiz kimi 1-3 D variantı bizim doğru cavabımızdır.